Hər kəsə salam, əziz abituriyentlər və şagirdlər. Hər birinizi bugünkü videomuza xoş gördük. Bugün sizlərə nisbət, tənasüb və faiz mövzusu haqqında məlumat verəcəm. Yəni bugünkü dərsimiz budur. Gəlin, çox keçmədən dərsimizə başlayaq. Əvvəla onu demək istəyirəm ki, hər kəs, videonu izləyən hər kəs öz dəftərini, qələmini götürsün ki, burada mən qeydlər yazmışam, o qeydləri alsın. Və təbii ki, buradan əlavə də mən yazacaqlarım olacaq. Onları hamısını dəftərə qeyd eləsin. Çünki lazım olacaq sizlərə. Başlayaq. Əvvəla nisbət nədir? Gəlin o anlayışa baxaq. Nisbət A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A və B ədədlərinin nisbəti deyilir. Və bu şəkildə yazılır. A kəsr işarəsi B və yaxud da ki, A bölünsün B. Bu formada yazılır. Və bizim bir şərtimiz var ki, daha doğrusu iki şərtimiz var ki, A sıfırdan böyük, B də sıfırdan böyük olmalıdır. Yəni A və B hər ikisi müsbət ədəd olmalıdır. Və bizim bir anlayışımız da var. Amma o anlayışımızı deməmişdən qabaq bir başqa şeylər demək istəyirəm ki, ümumiyyətlə burada görürük ki, baxın biz bu şəkildə yazanda A ədədi əvvəlki hədd adlanır, B ədədi isə sonraki hədd adlanır. İki ədədin nisbəti əvvəlki həddin sonraki həddən neçə dəfə böyük və ya kiçik olduğunu, yaxud əvvəlki həddin, yəni B-nin sonraki A-nın sonraki həddin hansı hissəsini təşkil etdiyini göstərir. Və bizdə mütənasiblik əmsalı deyilən bir anlayış var ki, A və B ədədinin nisbəti bərabər olur K-ya. Və burada yazdığımız K isə bizim mütənasiblik əmsalı adlanır. Və məsələn biz bu düsturdan A-nı tapa bilərik ki, A bərabərdir K vurulsun B, B-ni tapa bilərik ki, A bölünsün K. Və mütənasiblik əmsalına uyğun bizim 3 dənə şərtimiz var. Onlar hansılardır? K birdən böyük olanda, bu nə deməkdir? Bu hal o zaman deyilir ki, A ədədi B-dən K dəfə böyükdür. Məsələn, burada yazmışıq ki, 6-da 9 bərabər 1,5. Bu nə deməkdir? 9 ədədi 6 ədədindən 1,5 dəfə böyükdür. Bəs K-nın bərabərdir 1 halında necə olur? O zaman A bərabər olur B-yə. Hətta gəlin bunu ispat eləyək. A bölünsün B bərabərdir K. Dəqiqə. K bəz eybəcər oldu. İndi biz burada K-nın yerinə 1 yazırıq. Gəlin silək. K-nın yerinə 1 yazaq. Biz tənasüb keçəcəyik. Bundan sonra tənasüb şəklini bir-birinə vururuq. Yəni A-nı 1-ə A bərabərdir. Biraz eybəcər yazır. Bir də vururuq B-yə B. Gördüyünüz kimi A bərabər oldu B-yə. K-nın 1 şərtində. Sonra var K birdən kiçik olanda. Bu nədir? Bu halda, bu şərtdə biz deyirik ki, A ədədi B-nin K hissəsini təşkil edir. Yaxud da B bölünsün A bərabər olur K-da 1. Yəni tərs nisbəti tapılır. Tərs nisbət nədir? B bölünsün A nisbətinə A böl B nisbətinin tərsi deyilir. Yəni, gəlin göstərim onu sizə. Gəlin bir yazaq göstərək. Bu nisbətinə, B böl A nisbətinə A bölünsün B nisbətinin tərsi deyilir. Yəni, məsələn, biz bunun yerinə 3-də 2 yazanda bu nə olur? 2-də 3. Yəni, burada da onu deyir ki, K birdən kiçik olanda A ədədi B-nin K hissəsini təşkil edir. Yəni, burada A ədədi B-dən 1 böl K dəfə kiçikdir. Məsələn, biz burada nümunə yazmışıq ki, 15 böl 21, yəni 21-də 15.
İxtisarlarımız gedir qalır 7-də 5. 7-də 5 də özü 1-dən kiçikdir. O zaman biz onun neçə dəfə kiçik və yaxud neçə böyük olduğunu tapmaq üçün 7-ni böləcəyik 5-ə. O deyəcək 1,4. Yəni 15 ədədi 21-dən 1,4 dəfə kiçik. Belə. Gələk başqa bir əsas məqama. Ümumiyyətlə, nisbətdə bəzi məsələlər var ki, onlara diqqət eləməli olduğumuz məqamlar var. Onlardan biri də budur. Eyni vahidlə ölçülən iki kəmiyyətin qiymətləri nisbətinə də həmin kəmiyyətlər nisbət deyilir. Bir daha təkrar edirəm. Eyni vahidlə ölçülən iki kəmiyyətin qiymətləri nisbətinə də həmin kəmiyyətlər nisbət deyilir. Kəmiyyətlərin müqayisəsi də ədədlərin müqayisəsinə gətirilir. Lakin biz burada bunu bilməliyik ki, yalnız eyni adlı kəmiyyətlər müqayisə edilə bilər. Məsələn, kütlə ilə kütlə, həcm ilə həcm, qüvvə ilə qüvvə, uzunluqla uzunluq. Yəni, əgər bizə misalımızda, gəlin burada biraz məsafə qoyaq. Məsələn, gələn indi bir hissə var ki, bu məsələlərdə falan uşaqların, şagirdlərin, abituriyentlərin qarışdırdığı bir məqamdır. Buna görə də misal səhv əldə edirlər. Gəlin bu məqama diqqətlə qulaq asaq. Deməli, eyni vahidlə ölçülən iki kəmiyyətin qiymətlərinin nisbətinə də həmin kəmiyyətlər nisbət deyilir. Bir daha təkrar edirəm. Eyni vahidlə ölçülən iki kəmiyyətin qiymətlərinin nisbətinə də həmin kəmiyyətlər nisbət deyilir. Kəmiyyətlərin müqayisəsi də ədədlərin müqayisəsinə gətirilir. Və biz burada bunu bilməliyik ki, ancaq eyni adlı kəmiyyətlər müqayisə edilə bilər. Məsələn, kütlə ilə kütlə, həcm ilə həcm, yəni biz kütlə ilə həcmi eyni anda müqayisə edə bilmərik, biz bunu bilirik. Və eyni zamanda buna da fikir vermək lazımdır ki, bu kəmiyyətlər eyni vahidlə ifadə olunsunlar. Məsələn, deyirəm, M1 bizə verər 2 kiloqram, M2-ni bizə verər 400 qram. Və deyər ki, M1-in M2 olan nisbətini tapın. Tez uşaqlarla götürür 2 kiloqram bölür 400 qrama, o deyir 200-də bir cavabı götürür və cavab çıxır səhv. Biz burada diqqət eləməliyik ki, eyni ölçü vahidinə gətirilməlidir. Yəni, 2 kiloqram qrama, yaxud da ki 400 qram kiloqrama gətirilməlidir. Gəlin biz elə 2 kiloqramı qrama gətirək. Olacaq 2000 qram böl 400. İxtisarımız gedəcək, cavabımız qalacaq 5. Yəni, M1-in M2 nisbəti oldu 5. Yəni, birinci cismin kütləsi, ikinci cismin kütləsindən, məsələn, cisim dedikdə, lap alma olsun, və yaxud başqa bir şey olsun, kütləsindən 5 dəfə çoxdur. Hətta gəlin ona uyğun burada bir misal da yazmışam. O misala baxaq. Siz misalın həllini oxuyun, siz həll eləyin, videonu dayandırın, mən izah eləyim, siz də yazandan sonra baxın, görün düz yazmısınız ya yox. Gəlin bunu izah eləyək. Məsələdə bizdən soruşur ki, birinci avtomobil 20 dəqiqə 25 kilometr, ikincisi 3 saatda 270 kilometr yol getmişdir. Avtomobillərin orta sürətlər nisbətini tapın. Ümumiyyətlə, biz fizikada bir düstur keçmişik. S bərabərdir VT. V bərabərdir S böl T. O düstura əsasən biz gedirik. Hətta düsturu yazıram sizin üçün. V bərabərdir S bölünsün T. Buradan biz V1 tapa bilirik, dilə deyil. Hətta gəlin burada indeksini yazaq. V1 bərabərdir 25 kilometr bölünsün neçəyə? 20 dəqiqə. V2 bərabərdir yenə S böl T'dən 270 kilometr böl 3 saat. Biz burada nə edəcəyik? Dəqiqəni ya saata gətirməliyik, ya da saat dəqiqəyə gətirməliyik. Uzun rəqəm alınmaması üçün gəlin 20 dəqiqəni saata çevirək. Və nə edirik? 25 bölünsün. 20 dəqiqəmiz bizim 3/1 saatımız deməkdir. Və burada biraz qarşılıq yaranacaq.
Dəqiqə. Gəlin burada yazaq. Deməli 25 bölünsün. 20 dəqiqəni yazırıq ki 3də 1. Bunu niyə 2-ni belə qəbul elədim? Bir dəqiqə. Burada. Bu nəyə bərabər olacaq? Tərsinə vururuq da. Olacaq 75 kilometr böl saat. Elə deyilmi? Burada yəni olduğu kimi eyni vahidi gətirdiyimiz burada artıq heç bir əməliyyat görmürük. Elə 270-i bölürüksə eləyir 90 kilometr böl saat. Hər birini ayrı-ayrılıqda tapdıq. İndi V1-i V2-yə bölürük. Yəni yazaq bura V1 böl V2 bərabərdir 75 böl 90. İxtisarlarımız gedir, qalır 6-da 5. Və 6-da 5 biz görürük ki, birdən kiçikdir. Hansı tərif adidir, hansı qaydamıza adidir? K-nın birdən kiçik halı. Yəni tərs nisbətdir, elə deyil. İndi tərs nisbət olduğu üçün, yəni birdən kiçik olduğu üçün V2-ni bölürük V1-ə bərabər edir 1,5. Və biz görürük ki, alırıq ki, ikinci avtomobilin orta sürəti birincinin orta sürətindən 1,2 dəfə böyükdür. Belə, nisbət anlayışımız bu qədər. İndi baxırıq tənasüb anlayışımıza. Ən rahat, ən yəni asan olan mövzulardan biridir. Hətta baxın, bu şəkildə belə buraxışa düşmüş suallar var. Baxaq. Tənasüb nədir? İki nisbətin bərabərliyinə tənasüb deyilir. Tərifə görə A böl B və C böl D bir-birinə bərabər olarsa, biz onda belə bir ifadə alırıq. Və yaxud da ki, biz həmin ifadəni bu şəkildə yazırıq. Ya kəsir formasında yazırıq, və ya adi bölmə formasında yazırıq. Və bizdə belə bir qayda var ki, A və D kənar hədlərdir, B və C orta hədlərdir. Tənasübün əsas xassiyətinə görə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Və o zaman biz alırıq ki, A vur D bərabərdir B vur C. Məsələn, burada başqa qaydalar da ola bilər. Məsələn, belə deyək. Yerlərini dəyişsək, D bölünsün. Bu niyə belə oldu? Bir dəqiqə. Aha. D bölünsün B bərabərdir C bölünsün A. Nə olacaq? AD bərabərdir BC. Yine eyni şey aldıq. Və yaxud da belə olmasın, olsun. A bölünsün C bərabərdir B bölünsün D. Burada nəyə bərabərdir? Yine AD böl BC-yə. Və yaxud da belə olsun. Eyni olmasın. AD bölünsün BC. Bu səfər nə olur? AC bərabərdir BD. Yəni bunu biz hər cür üsulla yazsaq yenə də qayda dəyişmir. Belə olaraq qalır. Hətta məsələn biz buradan A-nı tapa bilərik. A nəyə bərabərdir? BC böl D. Yəni buradan hər bir həddi rahatsızlıqla tapa bilərik. İndi biz bunu dedik. Baxaq ki, biz bunu anlamışıqmı? Bu misalı həll edək. Misalı həll edin, cavabı yazarsınız yorumlara. Mən isə həll edirəm. Tənasübü necə həll edirik? Baxın, çarpar şəkildə bir-birinə vururuq. Yəni, 3 vurulsun 8 üstə gəl x bərabərdir. 2 vurulsun 2 minus x. Mötəridən vurub açırıq. 24 üstə gəl 3x bərabərdir. 4 çıx 2x.
Biz buradan alırıq ki 5x bərabər nəyə? Mənfi 20-yə. X nəyə bərabərdir? Mənfi 4. Yəni, bu qədər rahat bir misal. İndi gəlirik başqa bir anlayışımıza. 3-cü dərsimizə, mövzumuza belə deyək. Düz mütənasib kəmiyyətlər var. Bir də var tərs mütənasib kəmiyyətlər. Düz mütənasib kəmiyyətlər nədir? Ümumiyyətlə, gəlin ona qədər bir şey deyim. Ümumiyyətlə, bir çox hallarda bir kəmiyyət müəyyən dəfə dəyişəndə başqa bir kəmiyyət də həmin dəfə dəyişir. Məsələn, düz xətli bərabər sürətli hərəkətdə getmə vaxtı artanda gedilən yol da artır. Çevrənin radiusu bir neçə dəfə böyüyəndə və yaxud da kiçiləndə, çevrənin uzunluğu da həmin dəfə böyür və yaxud da kiçilir. İndi biz bunları dedik. Və buna əsasən bir tərif desək, deyərəm ki, bir kəmiyyət bir neçə dəfə artanda və yaxud da azalanda, digər kəmiyyət də həmin dəfə artır və yaxud da azalırsa, belə kəmiyyətlər düz mütənasib kəmiyyətlər deyilir. Və gəlin, belə bir şey deyim sizə. Tutaq ki, x-lə y düz mütənasib kəmiyyətlərdir. Y-in x1-ə uyğun qiyməti, baxın burada yazmışam. X2-yə uyğun qiyməti y2-dir. Y1-in x1-ə uyğun qiyməti, y-in yəni x1-ə uyğun qiyməti y1-dir, x2-yə uyğun qiyməti isə y2-dir. Biz düz mütənasib kəmiyyətin tərifini alırıq ki, y1 bölünsün y2, üzr istəyirəm, y1 bölünsün x1 bərabər y2 bölünsün x2. Və buradan biz görürük ki, düz mütənasib kəmiyyətlərin uyğun qiymətlərin nisbəti sabitdir. Bu sabitə biz mütənasiblik əmsalı deyirik. Mütənasiblik əmsalını biz k ilə işarə edirik. Və yaza bilərik ki, y bölünsün x bərabərdir k-ya. Və düz mütənasibliyin bir düsturu var. Y bərabər kx düsturu. Yəni, onu da yazaq. Y bərabər kx düsturu. Bu düstur düz mütənasibliyin düsturudur. İndi gəlin, baxaq görək biz başa düşdükmü bu dediyimizi misal üzərində. Bizə belə bir məsələ verib ki, 2 sahada 14 detal hazırlayan usta eyni məhsuldarlıqla 6 sahada neçə detal hazırlayar? Mən sizə bunu belə izahlayacağım. 2 sahada 14 detal hazırlayan usta eyni məhsuldarlıqla 6 sahada neçə detal hazırlayar? Baxın, təsəvvür edin ki, mən deyirəm ki, mən bir sahada 3 dənə səhifə yazı yazdım. 3 sahada mən neyirəm? Daha çox yazı yazarım da, elə deyil. Yəni, müddət artdıqca yazdığım işin də yəni vərəqin də sayı çox olur. Və yaxud da belə deyirəm. Məsələn, mən bir sahada, nə deyim, 3 banka, məsələn, mürəbbə bişirirəm. 3 sahada neyəcəm? Daha çox mürəbbə bişirəcəm, elə deyil. Bu da elə. Görsünüz, düz mütənasibdir. Zaman artdıqca gördüyüm işin sayı da artdı, belə deyək. O zaman, baxın, belə bir ox çəkirik. Ki, yəni, eyni istiqamətdə bunlar düz mütənasibdir. Və yaxud da istəyirsiniz belə çəkin. Ya, məsələn, bunu nəyə görə çəkdim, izah edəcəm. Baxın, buna görə çəkdim ki, nisbətləri görə bilək. Oxu yuxarıdan aşağı çəkəndə bu şəkildə yazıram tənasübünü. Aşağıdan yuxarı çəkəndə tənasübünü bu cür yazıram. Və bu heç bir fərq eləmir. Cavab yenə də eyni alınır. Gəlin burada məsafəni tənasüblə çarpar şəkildə bir-birinə vururam. 2x bərabərdir 6 vur 14. X neçəyə bərabər olacaq? 42-yə. Deməli, bu adam 6 sahada 42 dənə detal hazırlayar. Burada eyni şeydir. Gəlin yenə eləyək. 6 vur 14 böl 2. Yəni, ixtisar edir. 3 vur 14 bizə verir 42. Belə. Bunu bildik. Düz mütənasib kəmiyyət nədir? Yaxşı, bəs tərs mütənasib kəmiyyət nədir? İki kəmiyyətdən biri
bir neçə dəfə artdıqda və yaxud da azaltdıqda, digər həmin dəfə azalırsa və yaxud da artırsa, bu kəmiyyətə tərs mütənasib kəmiyyətlər adlanır. Gəlin bunu sizə izah edeyim. Məsələn, mən təkram elə deyil. Mən tək özüm yolkanı 3 saata qururam. Bacım gəlir, olur 2 nəfər oluruq. Yolkanı biz daha tez quracaq, elə deyil. Yəni onun köməyə çağıram ki, gəl tez eləyək, zamanımız azalsın, tez qutaraq işimizi. Yəni əgər mən tək 3 saata bunu həll edirdimsə, bacımla bərabər mən bunu atıram 1 saata həll edirəm. Tərs mütənasib. Görürsüz, zamanın sayı, yəni nəfərin sayı artdı, adamın sayı artdı, zaman sayı azaldı. Bir-birindən tərs mütənasib oldu. Və biz burada yuxarıda yazmışdıq. Və burada mütənasiblə əmsalının düsturu bu cür hesablanır. K bölünsün Y bərabərdir X. Yəni, baxın, belə deyim də. Əvvəl digəriniz xassələr deyək, sonra gəlin bu düsturu deyim. Tərs mütənasib 2 dənə xassəsi var. Birinci xassəsi nədir? Tərs mütənasib olan iki kəmiyyətdən birinin iki qiymətin nisbəti o birinin uyğun qiymətlərin tərs nisbətinə bərabərdir. Bir daha təkrar edirəm. Tərs mütənasib olan iki kəmiyyətdən birinin iki qiymətinin nisbəti o birinin uyğun qiymətlərin tərs nisbətinə bərabərdir. İkinci xassəmiz nədir? Tərs mütənasib kəmiyyətlərin uyğun qiymətlərin hasili sabitdir. Tərs mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin hasili sabitdir. Və tərs mütənasib kəmiyyətlərdən birini gəl x-dən işarə eləyək, digərini y ilə işarə eləyək və tərifdən biz alırıq ki, müəyyən bir k ədədi üçün x bölünsün 1, baxın burada x bölünsün 1 bərabər olacaq k böl y-ə. Buradan da biz y-i tapsaq, k böl x bərabərliyini alırıq və bu bərabərliyə tərs mütənasibin düsturu, yəni deyirik və k-ya biz mütənasiblik əmsalı deyirik. Və burada da belə bir misal var, məsələ var. Bizə deyir ki, 5 traktor 18 saata şumlayarsa, 5 traktor 18 saata şumlayarsa, 6 traktor neçə saata şumlayar? Bu arada tərs mütənasibdir. Bunu biz belə yuxarıdan aşağı bölsək, bunu isə yuxarıdan aşağı böləcəyik. Bu arada tərsinə. Belə bölsək, bunu belə böləcəyik. Yəni, oxların işarəsi bu cür olacaq. Gəlin, yuxarıdan aşağı baxaq. 5 bölünsün 6 bərabərdir. 18 bölü x yox, x bölü 18. Deyəcəz ki, hardan bildik ki, bu tərs mütənasibdir? Bir çəkdiyim yolka misalına uyğun. 5 dənə traktor 18 saata şumlayırsa, bir dənə traktor gəlsə, bunların işi daha da yüngülləşəcək deyil. Ona görə daha az saata şumlayıb bitirəcək. Və tapdıq ki, 5 bölü 6 bərabər x bölü 18. X tapsaq, eləyəcək ki, 5 vur 18 bölü 6. İxtisar gedir, x qalır nəyə? 15-ə. Belə. İndi isə gəlin, baxaq faizə. Faiz hər bir abituriyentin ən yaralı yerindən biridir. Amma həqiqətən məğzi başa düşəndən sonra çətin deyil. Və əsasən testləri işləyərək, test toplusunu işləyərək, yəni tam belə məğzi anlayacaqsınız və rahat bir şəkildə gedəcək. Deməli, faiz nədir? Ədədin %1 hissəsindən faiz deyilir və faiz sözü əvəzinə biz faiz işarəsindən istifadə edirik. Məsələn, 1%, yəni biz tərifdə dedik ki, ədədin %1 hissəsindən faiz deyilir. Yəni 1% bərabər olur %1 hissəyə, o da 0,1. Yəni onluq şəkildə bu şəkildə yazılır. Onda biz faizlə hissə arasındakı əlaqə düsturunu belə yaza bilərik. K faiz bərabərdir K bölünsün 100-ə. Məsələn, 2% nəyə bərabərdir? 2 böl 100-ə, yəni 0,2-yə. Bəs 700% 700 böl 100-ə, o da 7. Hissəni faizlə ifadə eləmək üçün K bərabər K vurulsun 100% düsturundan istifadə edirik. Məsələn, 0,8 ədədini ifadə eləmək üçün, yəni hissəni faizlə ifadə eləmək üçün 0,18-i vururam 100%-ə. O deyir 18%. Bu qədər. Faizət 3 dənə əsas məsələ var. Bu da
abituriyentlərin və şagirdlərin qarışdırdığı bir hissədir. Əsas yəni bu 1 ilə 2-ni çox qarışdırırlar. Amma bunu qarışdırmamalıyıq. Çünki asan bir hissədir. İndi deyirəm, diqqətlə qulaq asın. Yəni hər biriniz rahat bir şəkildə anlayacaqsınız. Birinci nədir? Ədədin faizinin tapılması. Verilmiş A ədədinin K faizini X ilə işarə eləsək, biz tənassüb qurmaqla X tapa bilərik. Riyazi şəkildə qaydını deyirəm. İndi misal üzərində izahlayacağım. Baxın, bu şəkildə yazdıq. 100%-ə A ədədidirsə, K faizi X-dir. X-i necə tapacaq buradan? Tənassüb qurduqda 100 böl K bərabərdir A böl X. X bərabərdir A vur K böl 100. Belə tapdıq. Məsələn, mən gəlin bir misal deyim sizə. Məsələn, 240 ədədinin 20%-ni tap deyir bizə. Neynəyəcəyik? 240-ı vuracam 20-yə, böləcəm 100-ə. O da bərabər 48. Bu qədər asan. Faizinə görə ədədin tapılması. Bu ədədin faizinin tapılmasıdır. Faizinə görə ədədin tapılması isə K faizi A-ya bərabər olan X ədədinin özünü də tənassüb qurmaqla tapa bilirik. K faiz əgər A-dırsa, 100% X-dir. Biz tənassüb qururuq və buradan X tapırıq ki, A vurulsun 100 böl K-dır. İndi baxaq, gəlin yerinə qoyaq, elə deyil. Məsələn, belə bir misal deyim. 18 faizi 27 olan ədədi tapın desə, neyniyəcəm? 27-ni vuracam 100-ə, böləcəm 18-ə. Bizə nə verəcək? 150-ni. Belə bir misal. Bu da faizə görə ədədin tapılmasıdır. Üçüncü qaydamız isə 2 ədədin faiz nisbətidir. Deməli, verilmiş A ədədinin, verilmiş B ədədinin neçə faiz olduğunu tapmaq üçün A böl B nisbətini faizlə ifadə eləmək, yəni 100-ə vurmaq lazımdır. Yəni, düstur kimi yazsaq, X bərabərdir A bölünsün B vurulsun 100. Burada X axtarılan faizdir. Məsələn, bizdən soruşar ki, 15 ədədi 40-ın neçə faizidir? Necə tapacaq? 15-i böləcəm 40-a, vuracam 100-ə. Və o da bərabər olacaq 37,5 edir. 37,5 faiz. Məsələn, bizdən soruşar ki, 70 ədədi 50-nin neçə faizdir? Necəm 70-i, gəlin belə yazaq, 70-i böləcəm 50-yə, vuracam 100-ə. Sararım gedir, qalır 140 faiz. Bu qədər. Və indi bəzi əsas hissələr var, onları deyəcəm. Ona görə diqqətlə qulaq asın. Kəmiyyətlərin dəyişməsinin faizli ifadəsi. Bu nədir? Deməli, biz bir çox hallarda kəmiyyətlərin dəyişməsini faizli ifadə eləmək, yəni kəmiyyətin neçə faiz artdığını və yaxud azaltdığını hesablamaq üçün nə hesablamalıyıq? Bizə belə bir misallar qarşımıza çıxır. Bu zaman biz iki üsuldan istifadə edə bilərik. Birinci üsul nədir? Kəmiyyətin əvvəlki qiymətini 100% qəbul edirik. Sonraki qiymətinin əvvəlki olan faiz nisbətini tapırıq. Sonra faizlərin böyüyən kiçiyini çıxırıq. Bu birinci üsuldur. İndi belə riyazi şəkildə deyirəm, amma misal üzərində izah. İkinci üsul nədir? Kəmiyyətin nə qədər dəyişdiyini, yəni artdığını və ya azaldığını tapırıq. Və sonra isə fərqin kəmiyyətin əvvəlki qiymətinin neçə faiz olduğunu hesablayırıq. İndi belə bir gəlin misal deyim sizə, məsələ deyim daha doğrusu. Məktəbdə şagirdlərin sayı artıb olub 900. 900 nəfərdən daha doğrusu olsun neçə? 1080. Bizdən soruşur ki, şagirdlərin sayı neçə faiz artıb? Neçə faiz artıb? Birinci üsuldan gedirik. Şagirdlərin sonraki sayı əvvəlkinin neçə faizidir? Onu tapırıq. Sonraki sayı, yəni 1080-i bölürəm neçəyə? 900-ə, vururam 100-ə.
Gəlin burada yazaq ki, belə qarşı anlamayasınız. 1000 deməli 1080 8-i B kimi başa düşdü. 1080 bölünsün 900 vur 100. İndi biz burada ixtisarlarımızı falan aparırıq. Sıfırlar gedir. Qalır 120%. 120% təşkil edir. Faiz artımı nə qədər olacaq? 120-dən çıxacaq 100-ü. Olacaq 20%. Bir daha təkrar edirəm. Birinci sualı necə həll elədim? Əvvəlcə sonrakı sayın, əvvəlki sayın nisbətinin faizlə artımı tapdım. O nədir? 120%. 120-dən 100-ü çıxıram ki, baxım görün neçə faiz artıb? 20% artıb. İkinci suala desək, necə eləyərik? İkinci suala desək, əvvəlcə 1080-dən çıxaram 900. Bərabər olar 180. 180 nəfər artıb. Və onda bu artımı faizlə tapmaq üçün 180-i, gəlin onu burada yazaq. 180-i bu niyə 8-i B kimi başa düşür? 180-i bölərəm 900-ə vuraram 100-ə. İxtisarlarım gedər, qalar 20. Bu da ikinci sol. Sizə hansı sol rahat olsun həll edə bilərsiniz. Ya sonrakının əvvəlki nisbətini tapıb vurarsınız 100-ə, sonra 100 alınandan 100-ü çıxarsınız. Ya da ki, elə alınan saydan əvvəli çıxıb, çıxdıqdan sonra aldığınız nəticəni əvvəlki saya bölüb faizini taparsınız. Yəni sizə hansı rahatda o üsulla gedə bilərsiniz. Və gəlin faizə bəzi müxtəlif məsələlər var, onları deyim sizə. Yəni topluda da var bunlar, buraxışa düşür bu suallar, hətta qəbula belə düşən suallar var. Asan tipli olduğu üçün. Məsələn, bizə deyirik bir düzbucaqlı verib. Bizə deyirik ki, düzbucaqlının enini 10% azaldıb, uzunluğunu 20% artırsaq, sahə necə dəyişər? Biz düzbucaqlının enini A ilə, uzunluğunu B ilə işarə eləsək, sahə düsturu nədir? S bərabər AB. Belə var. Və tərəfin uzunluğu dəyişəndən sonra yeni uzunluğu, yeni düzbucaqlının eni nə olacaq? Əvvəl A idi. A-dan çıxacam. A vurulsun 10 bölünsün 100. Yəni A-nın 10%-ni tapacam. Çıxacam A-nın özündən ki, baxım görün nə qədər azalıb. O eləyəcək 0,9 A. Uzunluğuna baxırıq. Bizə deyək ki, uzunluqda artıb. Yəni eyni qayda ilə B üstəgəl B vurulsun 20 bölünsün 100. O da deyir 1,2 B. Sahə deyirdi necə dəyişər? Sahəni deyirsə S bərabərdir 0,9 A vurulsun 1,2 B. Bu da eləyir 1,8 AB. Düzbucaqlının sahəsinin dəyişmə artımını gəlin o bir dediyim ikinci suala görə tapaq.
1 tam %8'dən çıxaq 1'i. O eləyir 0 tam %8. Yəni bu belədir də 1 tam %8 AB çıx AB. 1 AB yəni. O deyir 0 tam %8 AB. Burada 100 var. Və bunu faizlə tapmaq üçün 0 tam %8 AB-ni bölürəm AB-yə. Neçə eləyir? 0 tam %8. Vururam 100-ə. Vur 100. O da bərabərdir 8 faiz. Deməli, düz uzaqlığın sayısı 8 faiz artıb. Bunu belə uzun şəkildə dedik, amma bunu uzun deyil. Yəni siz bu tip misallara rahat şəkildə baxıb tez həll edə bilirsiniz də. 10% azalıbsa 0.9 deməkdir. Uzunluğu artıbsa 1.2 deməkdir. Sahə deyirsə vururam, alınan ədədi tam əvvəlkindən çıxıb, sonra faizlə nisbət ifadəsini tapıram. Yəni bu qədər rahat. Məsələn, hətta başqa şeylər var. Malın qiyməti. Deyir ki, malın qiyməti əvvəlcə 50% artdı, sonra 20% azaldı. Malın qiyməti neçə dəfə dəyişdi və neçə faiz dəyişdi bizə deyir. 50% artmaq. Nə deməkdir? 1.5 dəfə artmaq. Tez həll edirik. 20% azalma nədir? Tez həll edirik. 1 tam %25 dəfə azalma. Belə yazaq, azalma. Malın qiyməti 1.5 dəfədən, yəni nisbət tapırıq ki, bax görək neçə dəfə artıb əvvəlkindən. Bax bir dəfə 50% artdı, sonra 20% azaldı. İndi bax görək nə qədər dəyişib. Onda 1.5-i bölürük. 1 tam %25-ə bərabər nə eləyir? Olur 1.2. 1.2-də 20% artma deməkdir. Deməli 20% artmışdı. Yəni məsələni biz bu cür həll edə bilərdik əslində. Malın qiyməti 50% artdıqda, onun yeni qiymətini tapmaq üçün əvvəlki qiymətini, yəni 1.5-ə 20% azalanda 0.8-ə vurmaq lazımdır. 1.5-i vuram 0.8A-ya. Aynen işləyək ki, bizim daha rahat olsun. Çünki bilmirik əvvəlki nə qədərdir. O deyilir 1.2A. Yəni malın qiyməti 1.2 dəfə 20% artmışdır. Qısa yolu budur. Tez, yəni misal görən kimi tez həll etməyin yolu budur. Yəni yazmadan, eləmədən. Sonra belə bir misal olur ki, kvadratın tərəfi deyir 30% artdıqda sahəsi neçə faiz və yaxud neçə dəfə artar. Kvadrat deyirsə, kvadratın tərəfi A-dır. Sahəsi nəyə bərabərdir? A kvadratına. Bir dəqiqə bunu düzəldim. Aha, A kvadratına bərabərdir. 30% artıbsa, bu deməkdir 1.3 dəfə artma deməkdir. 1.3 dəfə artma deməkdir. Sahəsi bəs necə artacaq onda? 1.3-ün kvadratı. Gəlin yazaq belə. Yəni 1.69. 1.69 dəfə artmaq nə deməkdir? 169-dan çıxıram 100-ü. Yəni 69% artmaq deməkdir. Bu kvadrata aid olan misaldır. Bizə kub verə bilər. Deyir kubun tilini 10% artırdım. Həcmi neçə faiz artacaq? 10% nə deməkdir? Yəni 1.1 dəfə. Həcm düsturu nədir? V bərabər A kubu. 1.1-i kubunu tapırıq. Neçə eləyir o da? Bir dəqiqə. Aha. 1.1-in kubu eləyir 1 tam mində 331. Yəni bu deməkdir ki, ya 1 tam mində 331 dəfə artıb, ya da ki 33 tam onda 1% artıb. Belə. Yəni bu qədər. Burada əlavə başqa bir şey yoxdur. Tam belə mükəmməlləşdirmək üçün, mükəmməl üçün də test toplusunda olan misalları, məsələləri hamısını bir-bir işləmək lazımdır ki, mövzunu daha yaxşı mükəmməl biləsiniz.
Bugünlük bu qədər. Digər mövzularımıza, gələcək mövzularımıza görüşənədək hələlik.